Hamınıza salam dostlar, yepyeni bir video ile karşınızdayım. Bu videoda kulüp savaşlarının olmazsa olmazı mega kumbaranı açacağım. Ve baxaq görək bir şey çıxarda biləcəkmi? Videomuza keçmədən öncə bu cür videonun davamı üçün kanalıma abunə olub videoya like atmayı unutmayın. İndi isə baxaq görək neçə kutu verəcək. Mən də bunu tamamlamamışdıq bizim kulüp. Ona görə baxaq görək nə qədər verəcək. Tam dəqiq bilmirəm neçə strategiyası verəcək. Və nə qədər verdi? 8 dənə tam strategiyası atacaq. Yaxşıdır məncə. Mən 5 lat gözləyirdim. Baxaq görək nəsə çıxarda biləcəkmi? Bir gizemli karakter gözləyirəm. Buradan heç bir şey çıxmadı. İndi gizemli, ilkdə gizemli. Efsanevi yazdı. Ve efsanevi yazdı. Bir tane karakter. Ve bu nedir? Ve Nita'nın kostümü efsanevi yazdı. Nita'nın kostümü çıktı. Oha. Oha. Efsanevi yazıp karakter de verebilirdi ama heç nə olmaz. 3 tane stratejimiz kaldı. Bunlardan da baxaq bir şey çıxarda biləcəkmi? Amma hələ də heç bir şey çıxmır. Bir də dostlar bilməyənlər üçün deyim, bu günlərim saat 8 və yaxud da 7-də canlı yayında olacağım. Hamınızı gözləyirik. Yenə də Zyro'la birlikdə 40.000 kupaya qaldığımız yerdən davam edəcəyik. Və sonuncu stratejimizi də açıram. Buradan da bir şey çıxmadı. En azından efsanevi yazdıra bildik. Ve gördüğünüz kimi aldıklarımız da bunlar idi. Ve buradan da bunu alıram. Videomu da bitirirəm. Hələlik dostlar, sağ olun. Gələn videolarda görüşənə dək.